Gəl Elvin, gəl. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Birinci dəfədir ki, ikinci dəfədir ki, əlimə telefon alıram. Ev haqqında sizə məlumat vermək istəyirəm. Bizim Baba Əli evdə 2 dənə ev vardı. Onda telefonla məlumatları oxudum sizə dedim. Bir də indi oxumaq istəyirəm düzgün məlumat üçün. Niyə deyirəm? Bütün bağlara girəndə avtomatik olaraq göz yaddaşım var. Mən bir də ki, öyrənirəm qabaqdan məlumatları verirəm. Bu bağ böyük olduğu üçün burada mən məlumatlar yazmışam, ev sahibi ilə söhbət elə məlumatları yazmışam. O məlumatları mən sizə indi deyim, sonra bu məlumatları Elvin də, mən də Instagram, TikTokda, Elvin də YouTube'da açıqlama hissəsinə qoyacaq. Hamısını qoyacaq. Xəzər rayon Mərdəkan qəsəbəsindəyik, tam mərkəzdəyik. Demək olar ki, Mərdəkanın mərkəzində, Baba Əliyev küçəsinə yaxın, Teymur Quliyev sanatoriyasına yaxın, referans klinikasının arxa hissəsindəyik. Bunu dedim. 2 mərtəbəlidir bu ev. 2 mərtəbə. Yarı zirzəmisi var. Yerin altında qaraj, sanitar qovşağı, kombi otağı, texniki otaq, qaraj, hamısı falan aşağıda yerləşir. 2 mərtəbə plus yarı zirzəmi 14 sotun içərisində inşa olunub. 14 sotun torpaq sahəsinin içərisində inşa olunub. Ümumi tikili sahəsi 670 kvadratdır. Əziz izləyicilər, tam əşyalıdır. Tam əşyalı 5 yataq otağı var evin daxilində, bir qonaq otağı. Bu deməkdir ki, 6 otaqlıdır. 5 dənə də sanitar qovşağı var. Bu sanitar qovşaqlarından biri burada yerləşir, biri yarı zirzəmidə, qalanı isə evin daxilindədir. Qazanxana falan, onlar hamısı aşağıdadır. Çamaşırxana, isti döşəmədir bütöv ev hamısı. Onlar hamısı aşağıdadır. Hər otağın eyvanı var. Onu da deyim sizə, hər otağın eyvanı var. Yataq otaqlarının həm arxaya, həm ön hissəyə çıxan eyvanları var. Üstü bağlı avtomatik dayanacaq o aşağıdadır. Dediyim kimi aşağıdadır. Sonra gəldik. Filtrli hovuz. 5 metrənin 10 metrəyə baş tərəfdən aşma filtrli hovuz. Açıq söhbətgah. Burada ev sahibi ilə danışdıq. Çox sağ olsun. Bizim fikrimizi müsbət qarşıladı. Bu söhbətgahın tam mərkəzində bir də qəşəng çılçıraq asacaq. Allahın köməyi ilə buranın da özünün işıqlandırması olacaq. Ondan əlavə olaraq tam orada divarın içərisində açıq duş inşa olunub. Hansı ki, yayda hovuzdan çimərkən, çıxarkən o açıq duşdan istifadə eləmək mümkün olsun. Bir də hovuzun arxa hissəsində sanitar qovşağı var. Onu da sizlərə göstərəcəm, təqdim eləyəcəm. Manqal, yay bisetkası, veranda o tərəfdədir. Hansı ki, arxa hissədədir. Göstərəcəm, onu da sizə mətbəxdən birbaşa çıxışın qarşısındadır. Həyətin qazı, suyu, işığı, internet xətti, bütün kameraları hamısı çəkilib tam hazır vəziyyətdə. Bu ev, bütün əşyalı, tam hazır vəziyyətdə öz yeni sahibin gözləyir. Dəyərli izləyicilərimiz, bundan əlavə olaraq həyətin 72 metr yerin altından, dərinlikdən çıxan artizan quyusu var, hansı ki, şirin su çıxır. Şirin su. Sonra 12 tonluq rezerv su ambarı var həyətin əlavə olaraq. Təhlükəsizlik kameraları dedim. Ev sənədlidir, torpağın da, evin də kupçası var, çıxarışı var, texpasportu var. Birbaşa istənilən banka, istənilən ipoteka fonduna təqdim eləmək olar. Əziz izləyicilərimiz, bir daha deyirəm, ev haqqında, həyət haqqında, yerləşmə haqqında bütün olaraq məlumatları verdim sizə. Evin ümumi olaraq bura bax, səncə ora pərdə asmaq lazımdır, yoxsa yox? Elvin, məncə lazım deyil. Lazım deyil, hə? Onsa mənim həyitimə, mənim gələn qonaqlarım da, çöldən görsənmir, bir şey eləmir. Çox möhtəşəm görünür. 2-ci mərtəbəyə qalxan piləkən, 2-ci mərtəbədə olan eyvan, dəhliz, sonra buradan da bütöv olaraq görünən qonaq otağı, əziz izləyicilərimiz. Keçək, bu söhbətgah açıq, bu bağlı söhbətgah, döşəməsi, isti döşəmənə təmir olunub, divanı, kreslosu, stolu hamısı yerində, mətbəx mebeli az da olsa qəşəng, zövqlə yığılıb, qaz sobası, su hövzəsi, bir daha söyləyirəm, döşəmə isti döşəmədir. Hovuz haqqında məlumat vermişdim. Həyətdə olan sanitar qovşağı, bu kombi aparatı isə həyətdəkinə aiddir. Gəl, gedək. Getdik. Elvin, səndən bir dənə xahiş edəcəm. Bu evin, bax, ümumi giriş hissəsindən bir dənə belə evin o tərəfinə fırlan, gəl, buradan birlikdə düşək qaraja. Çünki istəyirəm evin arxa hissəsini, hər tərəfin izləyicilərimiz görsün.
Gəldin. Oranı göstər. Putla darvazası var. Bağlanıb indi. Qaraja girişdir. Açmayacam. Onu içərdən mən keçib sizlərə göstərəcəm. Birbaşa həyətə gəlir maşın içəri, qaraja. Kim istəsə burada, kim istəsə özünün bağlı qarajı da var ümumi girişdə. Buranı bitirdik. Evin qarşısı yataq otağıdır. Bütöv olaraq düz axıra qədər verandası var. Oradan o tərəfə keçəcəm. Manqal verandanı sizlərə təqdim edəcəm. Ev aşağı mərtəbədən əlavə olaraq 5 daşdan yuxarı yerdən hündür inşa olunub. Monolit betonla, kolonlarla inşa olunub ev. Evin qiyməti bugünkü gündə start qiymətdir, başlanğıc qiymətdir. Allahın köməyi ilə ciddi bir müştəri olacaqsa, ev sahibi endirim eləyəcək. 1 milyon 190 min start başlanğıc qiymətdir. Bir daha söyləyirəm sizə, ev yerləşmə yeri superdir. Bütün əşyalı olaraq sizlərə təqdim olunur. Evin ümumi giriş qapısı buradadır. Ondan əvvəl isə buranı göstərim sizə. Baxın, burada da bir oturmaq üçün hələ həyətdəki söhbətgahdan böyük bir yer var. Manqal, su hövzəsi falan lazım olsa qaz da çəkilər bura. Mətbəxdən də birbaşa çıxış qoyulub. Keçək evin daxilini. Getdik. Yox, birinci mərtəbə sonra evin daxilini. Gedək. Evin ümumi giriş hissəsi keçən kimi düz tavana qədər buradan bura hamısı dolabdır. Dolab yığılıb. Burada bəzənmə stolu. Bura keçmirəm, düşək aşağı. Üzr istəyirəm. Bura ümumi sanitar qovşağıdır. Tanış olmamaq belədir evin içərisindən. Ümumi sanitar qovşağı. Birinci mərtəbə göstərək. Yaxşı, birinci mərtəbə göstərək, sonra keçək aşağı, hə? Birinci mərtəbə, ümumi giriş hissə, sanitar qovşağı, böyük geniş qonaq otağı, mətbəx burada. Bax, buradan birbaşa pilləkənlə, pilləkən qəfəsi, qonaq otağı və birbaşa həyətə görüntü. Sonra bura mətbəx otağı, kim istəsə gələcəyi buranı bağlamaq mümkündür, özə dizayna uyğun olaraq bağlamaq olar. Bu, aşağı düşmək üçün pilləkəndir, bunu göstərməyəcəm. Niyə? Hələ ki göstərməyəcəm. Çünki birinci buradakı yataq otağını göstərim. Sonra burada elektrik soba var, kamin. Yəni yanır da, işləyir də falan. Hə? Neyse soramıyorum. Müdür yandırdım, yine eyli yoxdur. Gəl. Orada altı da maşallah dolab eləyiblər. Bu birinci mərtəbədə yerləşən yataq otağı. Bir dənə buranı boş qoyublar, əziz izləyicilərimiz. Bunu boş qoyublar ki, bəlkə ola bilər gələcəyini kimsə buranı iş otağı və yaxud da yataq otağı eləmək olar. Birinci mərtəbə bitdi. Gedirik indi biz yer zirzəmiyə. Gəl. Düşək zirzəmiyə. Zirzəmiyə düşdük, əzizlərim. Baxın. Burada da belə bir dolab var. Bu, birbaşa avtomatik olaraq çöldən sizə göstərdiyim darvazadır. Bayaq açıq idi, istəmədim özüm açım. Keçirik. Burada qaraj bütöv böyüyür. Buradan da qaraj kimi istifadə eləmək olar. Burada istilik sistemləri çəkilib. Buranın özünün sanitar qovşağı. Sonra burada isə evin bütöv olaraq texniki otağı yığılıb. Boiler sistemi 2 dənə, kombi, Wi-Fi sistemi, internet falan hamısı buradadır. Sağ olsun ev sahibi qapını da pultla açır. Siz görəsiniz buranı da. Düz birbaşa çölə çıxış. Həyətdən də göstərmişdim buranı sizə. Buradan da göstərmişdim. Elvin, burada çamaşırxana var. Gəl çamaşırxananı da göstərək. İndi elektrik maşınları moddur deyənə çox adam istifadə edir. Ondan da qoyublar. Burada çamaşırxana. Gedək. Qalxacaq 2-ci mərtəbəyə. Getdik. Allah Məhəmməd yayı.
Yarı zirzəmidən yenə çıxdıq birinci mərtəbəyə. Mətbəxin işıqlandırması görünə gözəldir, dəyərli izləyicilər. Bayaq mən əslində buranı bütöv yandırmamışdıq. Ev sahibi sağ olsun, hamısı. Baxın, mərmər daşdır, hamısı mərmərdir. Sobalardır burada, hamısı var. Su hövzəsidir, qaz sobasıdır. Bura soyuducu qoyulacaq gələcəklə inşallah. Sonra kameni bayaq mən elektrik kamenini yandıra bilmədim. Sağ olsun, ev sahibi elektrik kamenini də yandırıb. O səsindən xoşum gəlir. Gəl qalxaq. Qalxaq ikinci mərtəbə. Gəl elədik. Bəh. Bunu deyirdim heç yolda. O qədər gözəldir. Çılçırağa bax. Bu həyətin, bu evin birbaşa pasportu hələ bu çılçırağıdır. Düzdürmü? Həm çöldən görünür, həm də evin içərisindən. Çox möhtəşəmdir. Hündür tavan. Ay maşallah. Hündürlüyə bax burada. Çox qəşəngdir, çox gözəldir. Buradan məbidə elə çəkərsən şəkilini. Qalxan kimi keç. Birinci yataq otağına. Yataq otağı. Yataq dəsti qarşısında eyvanı. Əlavə indi çox şeylər qoymurlar. Niyə görə? Ola bilər də ev sahibi, yeni ev sahibi özünə uyğun nə olsa qoyub istifadə edəcək. Sonra ikinci yataq otağı qarşısında eyvanı. Tam mərkəzdə olan ümumi sanitar qovşağı. Duş kabinası. Hündürdür, hamısı qəşəngdir, gözəldir. Keçdik. Burada dəhlizdə ikinci mərtəbədə dolab, divarıçı dolab. Yataq otağı. Qardirob otağı. İşıqlarımızda biraz problem var hal-hazırda. Ev sahibi də, elektrikdə buradadır. Bunlara baxıb hamısını aradan qaldıracaqlar. Nə varsa burada problem. Sonra bu yataq otağında arxaya baxan eyvanı. Mən həyətdə demişdim, bütün yataq otaqların eyvanı var. Və daxilində sanitar qovşağı. Duş kabinası. Sonuncu və 5-ci yataq otağı. Dolab, görürsən, hara qədər qalırmayın. Dolab, yataq otağı, bəzənmə stolu. Bu yataq otağında özünün arxaya baxan eyvanı var. Dəyərli izləyicilərimiz, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Buna bax, bu nə gözəllikdir, nə qəşəkdir. Heç mən yataq otağında burada oturmaq istəyərdim mənə. Səri keçməzdim. İnşallah bu ev, yenə deyirəm, yəqin ki, bizim bir müştərimizin olar. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.